Gündəlik həyatımızda müəyyən mimiki hərəkətlərdən istifadə edirik. Dərinin qocalması, üstəgəl bu mimiki hərəkətlər dəridə qırışların yaranmasını gətirib çıxarır və müəyyən dövrdən sonra mimiki qırışlar statik qırışlara keçir. Yəni biz mimiki hərəkətlər etmədikdə belə dəridə qırışlar yaranır. Dünyada qəbul olunmuş botulotoksin terapiyası vasitəsilə bu qırışlardan azad olmaq mümkündür. Yaxşı olar ki, qırışlar statik qırışlara keçməmişdən öncə botulotoksin preparatı istifadə olunsun. Botulotoksin preparatı üzün müxtəlif nahiyələrində qırışların profilaktikası üçün istifadə oluna bilər, amma daha çox üzün yuxarı 1/3 hissəsinin qırışları üçün istifadə olunur. Yəni qaşarası qırışlar, alında olan horizontal qırışlar, eləcə də göz ətrafında yaranan qaz pəncəsi deyilən qırışların profilaktikası və müalicəsi üçün istifadə olunur. Prosedurdan öncə inyeksiya olunacaq nahiyələr dezinfektant maddə ilə təmizlənir. Pasientlərin istəyi belədir ki, maskaya bənzər üz alınmasın, mimiki hərəkətlər saxlansın, amma qırışlar aradan qalxsın. Bunun üçün inyeksiya edəcəyimiz nöqtələri seçməkdən ötürü biz pasientə müəyyən mimiki hərəkətlər veririk və bu zaman həm əzələlərin gücünü təyin edirik, həm də qırışların dərəcəsinə uyğun olaraq vuracağımız preparatın botulotoksin dozasını ayarlayırıq. Prosedur demək olar ki, ağrısızdır. Prosedurdan sonra inyeksiyanın yerlərini dezinfeksiya edirik və beləliklə də prosedurumuz sona çatır. Cəmi 10-15 dəqiqə vaxt aparır. Gördüyünüz kimi pasientimiz özünü çox yaxşı hiss edir və elə pasientin özündən soruşaq. Prosedur ağrılı idimi? Xeyr. Həkim kosmetoloq Gültəkin Qəniyeva